Dostlar salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlə DİM 2000 test topludan 4 sualların izahına baxacağıq. Suallar 138-ci sualdan 138, 170 aralığını əhatə edir. Birinci başlayaq 138-dən. Şəkildəki oxla göstərilən equation əmri nə üçün istifadə olunur? Deməli, bu insert tabı daxilindədir və equation bizdə düstur əlavə etmək üçün istifadə olunur. Simvolu isə klaviaturada olmayan simvolların daxil edilməsi üçün istifadə olunur. Vövdə baxsaq, insert tabı daxilində burada ən sağda equation bir də simvol bölmələri var. Equation'ı kliklədiyimiz zaman bizə düsturları, simvolu kliklədiyimiz zaman isə bizə simvolları göstərir. Mor simvol eləməklə də əlavələrini görə bilərik. 739 deməli, sənədə düsturların əlavə olunması üçün cavab olacaq D variantı. 139. Shapes oxla göstərilən hissə, yəni shapes, bu da yenə insert tabı daxilindədir. Shapes fiqur əlavə elədiyimiz zaman meydana gəlir. Sənədə fiqur obyektlərini əlavə edilməsi üçün istifadə olunur. C variantı gedək baxaq. Insert tabı daxilində baxın, burada fiqurlar var. Hər hansı bir fiquru əlavə edə bilərik. Əlavə elədikdən sonra avtomatik format tabı meydana gəlir. Bu da sual kimi qarşımıza çıxa bilər. Səhifənin ölçülərini tənzimləmək üçün hansı tabından istifadə olunur? Tələbələrimə həmişə deyirəm, səhifə ilə bağlı əməliyyatların çox layout tabı daxilindən olur. Burada margins, orientation bu kimi bölmələrdən istifadə edə bilərik. Əsasən ölçüləri tənzimləmək üçün margins bölməsindən istifadə olunur. Burada ölçülər var və əlavə ölçüləri də daxil edə bilərik. Şriftin ölçüsünün hansı tabdan dəyişmə olar? Homeland tabından özü bizə 8-72 aralığını verir, amma susmaya görə default olaraq 11 göstərir. Baxın 8-dən 72-yə qədər. Növbəti 142. Sənəddə abzası bütövlükdə seçmək üçün hansı əməliyyatları icra etmək lazımdır? Gəlin variantları bir-bir aydınlaşdıraq. Kontrol düyməsini basılı saxladıqda mouse'un sol düyməsi 2 dəfə ardınca klikləmək. Bu bizdə abzas seçiminə səbəb olmayacaq. Kontrolla mouse'u bir dəfə klikləsəz sizə cümləni seçəcək, amma burada 2 dəfə qeyd edib. Həmin abzasda istənilən yerdə sıçanın sol düyməsi bir dəfə klikləmək kursorun yerini dəyişməyinə səbəb olacaq. Həmin abzasda istənilən yerdə sıçanın sol düyməsi 2 dəfə klikləmək sözün seçilməsinə səbəb olacaq. Həmin abzasda istənilən yerdə sıçanın sol düyməsi 3 dəfə klikləmək, baxın, doğru cavab budur. Bizdə abzas seçəcək. Sənədin sol kənarında boş sahədə sıçanın sol düyməsi bir dəfə klikləmək bizə sətri seçəcək. Ona görə cavab olacaq D variantı. Control Enter page break əmridir. Page break əmri insertdədir. Səhifələrin kəsilib ayrılması üçün istifadə olunur. Yəni, kursor sonuncu, üzr istəyirəm, Control Enter. Səhifələrin kəsilib ayrılması üçün istifadə olunur. Deməli, bu bizdə nə üçündür? Kursorun olduğu yerdən növbəti səhifəyə keçmək üçün istifadə olunur. Yəni, kursor haradadırsa oradan kəsir, qalanını atır növbəti səhifəyə. Control Enter. Sonra 144. Mətn prosesində aşağıdakı siyahı verilmişdir. Kursor bu vəziyyətdə göstərilir. Deməli, printer, monitor, scanner, klaviaturadan, printerdən sonra kursor yanıb sönür. Enter düyməsi kliklənsə nə baş verər? Yəni, variantlara baxaq. Y variantı olacaq burada. Gedək eləyək. Tutaq ki, bizə belə əməliyyatlar verilir. Deməli, yazılıb. Enter, scanner. Tam oradakiləri yazmıram, yəni sadəcə görməyiniz üçün monitor. Tutaq ki, kursor burada yanıb sönür. Mən enter eləsəm, boş bir mövqe açacaq bizim üçün. Bu da olacaq bizdə Y variantında. Getdik növbəti isə mətnin bütün hərflərinin böyük hərflər olması üçün change case əmri homeland tabı daxilindədir. 5 dənə alt bölməsi var, daxil oluruq homeland tabı daxilinə. Baxın, burada change case əmri var. Buna daxil olduğumuz zaman cümlə rejimi hamısı kiçik, hamısı böyük. Hər bir sözün birinci hərfinin böyük və böyüklərin kiçik, kiçiklərin böyük olması kimi seçimlərimiz var. Bizdən də hamısını böyük istədiyinə görə case əmrindən istifadə edəcəyik. Doğru cavabımız olacaq A variantı. Növbəti eyni zamanda bir neçə pəncərə ilə işləmək Windows qrupudur. Windows qrupu isə Violent tabı daxilindədir. Sonra cədvəlin daxili və yan xətlərini necə silmək olar? Deməli, cədvəl əlavə elədiyimiz zaman biz bilirik ki, dizayn və layout tabları meydana gəlir. Elə 147-148-ci sualları əslində bir yerdə analiz edə bilərik. Insert tabı daxilindən table bölməsindən istədiyimiz bir cədvəl əlavə edə bilərik və yaxud da insert eləməklə burada sətir sütunu təyin edib, neçə sütun, neçə sətir istəyirsə, OK vursaq avtomatik təyin eləmiş olacağıq.
Burada table dizaynının, cədvəlin ümumi dizaynını tənzimləyirik. Layout link tabı daxilindən isə biz həmin cədvəldə hər hansı bir struktur dəyişikliyi yapara bilərik. Burada eraser vasitəsilə, yəni pozan vasitəsilə hər hansı bir elementi silməyimiz mümkündür. Yəni daxili və yan xətlərini silmək üçün pozandan istifadə olunur. İndi baxaq görün pozan hansı variantda var. B variantında bu eraser vasitəsilə. Insert table hissəsi, bu da yenə özümüz sətr və sütunları əlimizdən təyin edirik ki, neçə sətr və sütun olsun, bayaqki kimi və burada OK klikləsək, avtomatik həmin sətr sütundan ibarət olan cədvəli bizə yaradacaq. Növbəti sual şəkildəki lent qrupu hansı lent tabına məxsusdur? Yenə cell size bölməsi var. Biz bilirik ki, cədvəllərlə işlədiyimiz zaman bizdə avtomatik olaraq dizayn, bir də layout lent tabları meydana gəlir. Həmin bu layout lent tabı daxilindən buradan cell size bölməsinin köməyi ilə biz buradakı bölmənin eynisini görə bilərik. Cavab olacaq bizdə layout D variantı. Proqram pəncərəsi məxsus elementlərə aid deyil. Cavab əlbəttə ki, düstur sətridir. Çünki düstur sətri namebox-dur. Daha doğrusu üzr istəyirəm, formula bardır. Formula bar Excel üçün xarakterikdir. Word-də burada bizdə düstur sətri deyilən bir hissə yoxdur. Verilmiş sözlərin altından xətt çəkmək üçün sırf İngilizcə tərcümə homelent tabı daxilində underline əmri vasitəsilə, bu da control budur. Yenə daxil olur homelent tabına. Burada underline bölməsindən eləyə bilərik. 152. Remove header əmri nə üçün istifadə olunur? Remove nədir? Çıxarmaqdır. Header nədir? Başlıqlardır. Yəni yuxarı sərlövhələrin silinməsi üçün istifadə olunur. 153. Deməli, şəkildəki lent qrupu hansı lent tabına məxsusdur? Gördüyünüz kimi burada cədvələ, deməli, sütun artırmaq, sətri. Bu şifahi formada da sizə sual kimi verilə bilər. Belə şəkil kimi də verilə bilər. Cədvəldən hər hansı bir sütunu silmək, sətri silmək, əlavə etmək, sütun sətir. Bunlar cədvəl əlavə elədiyimiz zaman layout lent tabı meydana gəlir. Baxın, bu qrupdan söhbət gedir. Cavabımız burada olacaq layout. Etdik növbəti. Sənədin sonuna keçmək üçün hansı klaviatura kombinasiyasından istifadə olunur? Sənədin sonuna keçmək üçün Ctrl-Enter-dən, Shift-lə həmişə seçimini yadınızda saxlayın. Normalda End klavişi bizdə sətrin sonuna keçmək üçün istifadə olunur. Ctrl-End isə sənədin sonuna keçmək üçün istifadə olunur. Illustration haradadır? Insert-dədir və yaxud Shapes əlavə elədik. Oradan qayıdıb baxa bilərsiniz. Sənədin səhifələrinin nömrələnməsi page number əmridir. Page number əmri insert lent tabı daxilindədir. Insert lent tabına daxil olsaq, burada page number əmri var. Sənədin səhifələrini nömrələmək üçün istifadə olunur. Çap olunmayan simvollar, yəni görünməyən simvollar kontrol ulduzla, burada yenə home lent tabı daxilində bizim görə biləcəyimiz bir bölmədir. Baxın, burada üzərinə gəldiyimiz zaman da kontrol ulduzu bizə göstərir. 158-ci sual, deməli, page setup dialoq pəncərəsində hansı pəncərə əlavələrini bu pəncərəyə məxsus deyildir. Deməli, biz orada indi daxil olaq ki, görün bu pəncərəni haradan açırıq. Layout lent tabına daxil olduğumuz zaman burada page setup yaranır. Dostlar, page setup dialoq pəncərəsi o deməkdir ki, aşağısında ox var. Ona kliklədiyimiz zaman bu açılan pəncərə, yəni dialoq pəncərəsi budur. Burada var margins, paper, layout. Olmayanları istəyir bizdən. Deməli, bizdə margins var, layout var və paper var. 1, 4 və 6 bizdə yoxdur. 159 change case'in deməli əmrlərini biz burada seçirik. Bayaq baxmışdıq. Lower case var, sentence case var, toggle case var, capitalize each word var, first letter deyilən bir şey yoxdur. Bir də burada olmayan toggle case var, upper case var. Deməli, 2, 3, 4-cü bizdə doğru variantlardır. Bu neçənci sual oldu? 159. Deməli, 160-cı sualda doğru olmayan mülahizəni seçirik. Mətnin bir neçə sütuna bölünməsi. Bunu cədvəlin sütunlarından qarşılamaq olmaz. Cədvəlin sütunları insert lent tabı daxilindən cədvəl əlavə olunur. Onun sütunları üzərində əməliyyatlar layoutdan aparılır. Amma mətnin, baxın, burada mətin 2 sütunda yazılır. Bunu yazmaq üçün layout lent tabından istifadə olunub. Columns əmri vasitəsilə bu əməliyyat icra olunub. Deməli ki, 1 səhvdir. 2. Eyni zamanda 2 müxtəlif sənədin ekranda görünməsi üçün, bəli, view lent tabı daxilindən istifadə olunur. Sözün sinonimlərinin tapılması, yəni tezaurus,
language yox, elə təzahürüz əmrinin köməyi ilə aparılır. Sonra dördüncü seçilmiş sözün hecaları bölməsi hypernation'dır. Page setup'dan yox, review link tabı daxilindən aparılır bu da. Mündəricat referensdən əlavə olunur. Mündəricat referensdən əlavə olunur. Deməli, cavab olacaq bizdə. O doğru olmayanlar istəyir. 1, 3, 5-ci suallar. Bir dənə layout sizə variantları daha doğrusu. Bir dənə layout sizə göstərim. Burada columns əmri var. Siz daxil etdiyiniz məlumatı 2 və daha çox üstündə belə yaza bilərsiniz. 161-ci sual. Doğru mülahizələri göstərin. Deməli, doğru mülahizələr bizdə footnote əmri aşağı sərlövhə əlavə et, footer əmridir, footnote əmri deyil. Seçilmiş qrafik obyektlər, qrafik obyektlər deyəndə fiqur, foto, bunlar başa düşülür. Bəli, format link tabı daxilindədir. Drop cap əmri mətnin seçilmiş hissəsinin bütün sözlərin xeyr, abzasın birinci hərfini bir neçə sətirdə yazmaq üçün istifadə olunur. Drop cap ümumi formada təsvir olunur və insert link tabı daxilindədir. Yəni, bu səhv hökmdür. Simvolsdan klaviaturada olmayan simvolları daxil etmək olar. Düzdür. 2 və 4-cü cavablar düzdür. Drop cap sizin üçün göstərim. Insert link tabı daxilində burada drop cap var. Abzasın birinci hərfini bir neçə sətirdə böyütmək üçün istifadə olunur. 162-ci sual. Deməli, lent interfeysinin review tabına aid olmayanları seçin. Spelling grammar klaviaturadan F7-də, orfoqrafik və qrammatik səhvlərdir. Review'nun daxilindədir. Find əmri home'un editing qrupundadır. Editing. Word count review'dadır. 5S1'a. Makroslar view'dadır. Style home'dadır. Restrict editing müxtəlif müəlliflərin daxil olmasına qadağa qoymaq. O da review link tabı daxilindədir. Deməli, word count, spelling grammar, bir restrict editing əmri vasitəsilə. Find what sətrində yazılmış sözü böyük kiçikləri nəzərə almaqla axtarmaq üçün find and replace dialog pəncərəsindən hansı parametri seçmək lazımdır, match eləmək lazımdır. Burada şəkildə görünmür, yəni uyğunlaşdırmaq lazımdır. O da olacaq C variantı. Vərəqə album formasında çap etmək üçün hansı bölmədə istifadə olunur? Deməli, orientationdan istifadə olunur. Landscape formatda çevirməliyik. Y variantı. Layout tabı daxilində page setupda burada orientation bölməsi var. Burada landscape eləməklə bunu album formatına çevirə bilərsiniz. Abzas daxili sətirlər arası məsafənin təyin olunması üçün hansı əmrdən istifadə olunur? Deməli, siz sətirlər arası məsafəni təyin etmək üçün Ctrl 1 eləsəz 1 olacaq, 2 eləsəz 2 olacaq. Yəni, Ctrl-la rəqəm klikləsəz sətirlər arası məsafə olacaq. Və yaxud da home tabı daxilində burada line spacing əmri var. Bunun köməyi ilə də sətirlər arası məsafəni təyin edə bilərsiniz. Amma indentation spacing belə bir şey yoxdur. Bu Y variantı səhv cavabımız olacaq. 166 şəkildəki rent qrupu hansı rent tabına məxsusdur? Deməli, data bizdə olacaq layoutun içində. Yenə header rows qaydırıq bura cədvəlimizə daxil olduğumuz zaman deməli, burada layout rent tabı daxilində həmin o bölməni tapaq. Baxın, buradadır. Bu hissədən istifadə olunur. Yəni, hansı bölmədədir? Layoutun içindədir. 167-ci sual. 167-ci sual bu yaxınlarda qəbul düşmüş bir sualdır. Mətin prosesində hazırlanmış sənədin ilkin variantı bu formadadır. Aşağıda göstərilən əməliyyatları ardıca icra eləsə nə olacaq? Birinci bir-bir icra eləməyə başlayaq. Deməli, A variantda deyir ki, nömrə 1 abzas seçilir və Ctrl C0. Yəni, Ctrl C0 o demək ki, bunu seçdik və hələ ki kopyaladıq. Kursoru nömrə 3 abzasının əvvəlinə gətirdik, Ctrl 1 elədik. Nömrə 3-ün əvvəlinə gətirdiksə, buradayıq. Bunun əvvəlinə gətirdik, nömrə 1 düşdü bura. Sonra Ctrl V düyməsi təkrar sıfırıq, bir dənə də düşür. Nömrə 1 yenə düşdü. Elə bir ki, 2 dənə nömrə 1 oldu bizdən. Sonra nömrə, deməli, Ctrl V, Ctrl 6 nömrə 6 daha doğrusu abzas seçildi və Ctrl X, yəni bu çıxdı, yəni cavablarda alt variantı artıq olmayacaq. Daha sonra isə nömrə 2 abzas seçilir və klaviaturadan delete, bu da ümumiyyətlə silinir. Deməli, nömrə 1, sonra gəlir nömrə 1, nömrə 1, nömrə 3, nömrə 4 və nömrə 5. Cavab olacaq B variantı. 168-ci sual. 168-ci sualda deyir ki, sənəddə mətnin qrammatik yoxlanması üçün dilin seçilməsi, language verilməsi, deməli, review link tabı daxilində aparılır.
5 olacaq buradan. Mətn fraqmentini axtarmaq və əvəz etmək HomeNet tabı daxilində editing qrupundan Find and Replace bölməsindən həyata keçiriləcək. Deməli, burada Home'un editingi baxaq görüm hansı variantda var. Üçüncü variantda və qeyd olunmuş mətnin arxa plan rəngini dəyişdirmək üçün hansı bölmədən istifadə olunur? Mətnin arxa plan rəngini dəyişdirmək üçün isə Home'dan paragrafdan istifadə edəcəyik. Deməli, 5, 3 və 2, 5, 3, 2 olacaq D variantı bizdə. Hansı əməliyyatın köməyi ilə bütün sənəd seçilir? Bu da yenə maraqlı bir sualdır. Bütün sənədin seçilməsi klaviaturadan kontrol A-dır. Bu okey, bu birinci. Sənədin sol boşluğunda siçanın sol düyməsini 3 qat klikləsək. Bir dəfə klikləsək, sətr seçilir, 2 dəfə klikləsək, abzas, 3 dəfə klikləsək, bütün sənəd seçiləcək. Bir də düzdür. Sənəd daxilində ixtiyar deyildi. Siçanın sol düyməsi 4 qat klikləmək hiçbir şey dəyişdirmir. Maksimum 2 dəfə klikləyə bilirsiniz. O da bizdə abzası seçəcək. F8-i 2 dəfə sıxsaq söz seçiləcək. Sonra kursoru sənədin sonunda yerləşdirib klaviaturadan Ctrl-Shift-Home. Ctrl-Home əvvələ keçəcək, Shift-Home əvvələ qədər seçəcək. Bu da ola bilər. Bu arada yeni tip suallardan biridir. Klaviaturadan Ctrl düyməsi basılı saxlamaqla istənilən yerdə mousun sol düyməsi klikləməyiniz sizdə cümləni seçər. Bu da olmayacaq. F8-i 5 dəfə klikləsək, yenə də bütün sənədi seçəcək. Deməli, 1, 2, 5 və 7-ci bölmələr doğrudur. Və ən sonuncu bizdə 170-ci sual. Səhifə nömrəsi 1-dən başlayan sənəd 9 səhifədən ibarətdir və aşağıdakı kimi çapa bilirsiniz, neçədən adət lazımdır. Deməli, dostlar, bu tip suallarda görürük ki, ilk baxdığımız məqam settingin altıdır. Current page istəyir, yəni cari səhifədən 4 kopya istəyir. Cavabımız olacaq 4. Bu formadan növbəti dərslərdə görüşənədək.